Siz Siyavuş Kərimisiz, Teymur Əmrahsız, siz kimsiz ki, hansısa birisinin yanınızda toya gedən müğənni sizə öz sənətini ispatlasın. Mən necə deyim ki, filan kəs gəl otur burada, oxu mən sənə qiymət verim. Din oxuya bilirsə gəlsin məndən oxusun. Yəni, zil oxumaqla, nə bilim, cəmaatı, muhamın bilgisayar şeyini bilməklə, o deməkdir ki, sizin muham oxuyanlar var, siz onların papağının altında qalarsınız. O gün ilahə gəldi bura, oturdu Leyla ilə bir damcı, onu mən dedim, aslında bizdə. Oturan yerdə muğam oxumaq, o yüzden Şahnaz təsdifli hər adamın işi deyil, ha. O kız okudu, o işi sənə barədə işlədimədi, bir də oxuyarsa çox görür. Yəni mən görmədim ki, bir dənə muğam oxuyançılar çıxıb bunu hələ ki, tənqid edilsin. Yalnız estrada müəllimləri, bu günləri olublar konservatoriya müəllimləri. Ay bana, bir diyanım bu büyürüb olsun. Adam ona əsərlər. Ay qardaş, qoy bu oxusun, qoy bunun səhti olsun. Ondan sonra deyir ki, sən elədim. Amma bu elə heç ortalığı deyib bir dəli, bir daş attı bir quyu, bindən ağıllı çıxardı bilmədi. Ama belki bu sizin yok, dedi, yalandan deyib yox. O bilməyənlər özü bilmiş kimi. Sənin söz və qüvvət həqiqətən də profesional muğam ifaçıları, yəni bugünkü gün mənə bir kəlmə belə deməyib, hətta kimlərsə söz də göndəribdi ki, oxuyar da nə gözəl də ona oxusunlar, nə gözəl də oxusun. Amma dedim axı o bəzi müğənnilər, Şahnaz muğamından xəbəri olmayan bir xəbərlər, bugün mənə söz atırlar. Yəni məni götürmək, məni qəbul etməmək bu qədər mi ağırdır sizə? Bu qədər mi daşın düşübdür sizə? Sizdən qaldıra bilmişsiniz? Nə ki məsələniz məndən?